mən o xanıma dəfələrlə dedim ki, 18 və 19 yaşını gözlə. Çünki əlbəttə elə şeylər var ki, e, biz qanuna tabe olan insanlarıq. Mən o xanıma dəfələrlə dedim ki, 18 və 19 yaşının olmağını gözlə, səbirli ol, inşallah olacaq. Və xanım da israrla dedi ki, mənim ailəm mənə zülm verir, ailəm məni döyür, təhqir eləyir, al qan içində oluram, mən artıq dözə bilmirəm. Əlbəttə, hər bir insanın qəlbində mərhəmət hissi varsa, o insandır. İnsanın mərhəmət hissinə tuş gəldiyi zaman, insan qıya bilmədiyi zaman, insan mərhəmətli olduğu zaman, əlbəttə, bəlkə də qərarlarında qanuni şəkildə bəlkə də səhvlərə yol verər. Amma onu deyim ki, xanımın 17 yaş olmağına bir ay yarım qalıb. Mənim də 36 yaşım var. Atası müəyyən yerlərdə deyir ki, oğlan mənimlə yaşdır. Atasının 42 yaşı var. Mənim isə 36 yaşım var. Bu yalan məlumatdır. Və onun çıxıb canlı yayında danışmağı hamısı absurd məlumatlardır, yalan məlumatlardır.